Cənab Prezident, sizə müraciət edirik. O bir belə şəxslər hünər inşaat işlədib, qəlib dəmir işlərini gördürüblər və cəmaatın pulunu vermirlər. Xahiş edirik, bu videona yuxarıda oturanlar, baxanlar bizim bu problemimizi həll eləməyə köməklik eləsinlər. Kimə də deyirik, deyirlər gedin hara şikayət edirsiniz, eləyin. Əgər şikayət eləyəsi olsanız və sizləri atacaq çölə, bizdə bir qəpik pul yox ki, çıxalın gedəyin evimizə. Xahiş edirik, bizim bu köməkliyi, bizə bir köməklik edin, bizə bir dəstək olun. Deyilin ki, bu maşinliklərin əlindən biz canımızı qutaraq. Zəngilanda Cahangirbəyli kəndində, kənd salmadır. İşlədiyimiz evlərdə bulardır, qəlib işlərdir, pulumuzu vermirlər. Xahiş edirik, bizə bir köməklik eləyin. Bizə də hədə qorxu gəlirlər, çıxartmaqla hədə qorxu gəlirlər. Yataqxananızı deyir, əlinizdən alacaq, nə bilim, yemək verilməyəcək, polis deyir, polisləri deyir, tökəcək deyir, sizi deyir, şərliyib çıxardacaq deyir, elləyəcək ki, deyir, siz almaq, pul almaq əvəzinə və pul verəcəksiniz. Belə şey olar, belə yersiz xanalıq mı olar?